bizim Peyğəmbərimizin, İslam Peyğəmbərimizin həyatında olan mühüm bir mövzulardan biridir. Peyğəmbərimizin zahirən tarix yazır ki, rivayət budur ki, Peyğəmbərimizin ömrünün axırına təsadüf edən bir vaxtda baş verən bir hadisədir. Peyğəmbərimiz gəlir məscidə, çıxır minbərə, söhbət eləyir və deyir ki, müsəlmanlar, cəmaət, hər kimin mənim boynumda haqqı varsa, gəlsin burada haqqını alsın. Haqqımı əda eləyim mən. Bu müsəlmanlar deyirlər ki, ya Rasulallah, canımız sənə fəda olsun, sən bizi çıxartmısan zülmətdən, cəhalətdən salmısan bizi, insan dəyəri qədər çıxartmısan bizi. Sənin bizim boynumuzda haqqın var, bizim sənin üstündə haqqımız yoxdur ki. Peyğəmbər buyurdu ki, yox. Qiyamətin günündə Allah müqabilində rüsva olmaqdansa, haqq hesab məqamının ayrılmaqdansa, bu dünyada rüsva olmağı üstün tuturam. Əgər kimin haqqı varsa mənim boynumda, mən razıyam, gəlsin, haqqını əda eləyim. Rivayətin davamında buyurulur ki, deyir, bir nəfər, Peyğəmbər üç dəfə təkrar edir bu söhbət edəndən sonra bir nəfər yerdən qalxdı. Dedi, ya Rasulallah, dedi, bədir, ya Rasulallah, mənim haqqım var son üzərində, dedi, gəl, haqqı var məndən. Başladı danışmaq ki, ya Rasulallah, bir gün sən də mən ediydin, mən də mən ediydim. Sən əlində əson var idi, istədim minyoya vurasam, o əsanın bir tərəfi dəydi mənim qarnıma. Peyğəmbər buyurdu ki, gedin mənim evdən əsamı gətirin. Peyğəmbər məsciddə adamı göndərir, gedirlər, Peyğəmbər əsasını gətirirlər, Peyğəmbər əsanı verir bana, buyur, gəl, asır qarnını köyündən qaldır, bir sən də vur, qoy haqqı hesab yerini tutsun. Hamı baxır ki, görəsən bu şəxs edəcək bu işi yoxsa yox. Peyğəmbər köyündən qaldırır, dedi, bu şəxs Peyğəmbərin mübarək qarnından öpür, deyir, ya Rasulallah, sənin bizim boynumuzda haqqın var, sən bizi bu cəhalətdən gətirib çıxartmısan, insanın dəyərləri sahib eləmsən bizi. Bizim nə haqqımız var? Amma bu ki, xeyirli deyil. Haqq hesab məqamı çox ağırdır. Yəni, bu hədis bizə onu çatdırır ki, bir var, biz onu çatdırır ki, haqq hesab məqamı çox çətin bir məsələdir. Hətta Peyğəmbərlər və məsum imamlar da belə bu məsələni bizə çatdırıblar. Məlum məsələdir ki, Peyğəmbərlərin günahı olmaz. Amma haqqınnas məsələsi o qədər mühümdür ki, Peyğəmbər qorxur ki, bir nəfərin hüququ qalar bunun boynunda. Səhər qiyamətin günündə o haqq sahibi orada öz haqqını tələb eləyir Allahın müqabilində, bu çətin məsələdir.